Salam dostlar, mən Zeynətlər. Yepyeni videoma xoş gəlmisiniz. Bu günlər sizlərlə birlikdə çox çılğın bir video ilə qarşınızdayım dostlar. Birazdan meşəyə dalacağıq və maşını da xodlamışıq, hal-hazırda maşını da çək və tələsirik, getməliyik. Gün çıxıb, həsil vaxtıdır. Hazırda Qoca Brand VBS-dən gedirik. Yuxarı kanal qoyacağım. Mütləq ona abunə olun, onda da olacaq videolar. Yəni o kanal Zəfərindir. Üzünü də aşkarlamış olduq. Baxın da dostlar. Keçin İbitondan abunə olun. Qoca Brand VBS-dən. Nə yığmağa gedirik ya Zeynət? Dostlar, gedirik meşəyə sızmağa. Yəni ki, nə verəcək? Göbələ yığacaq. Çox gözəl toppa göbələklər olacaq indi. Hal-hazırda gün çıxır. Gün çıxmamış getmək lazımdır ora. Yox, gün çıxanda daha yaxşı olur da. Elə ki, dostlar, səhər olur şeyi, yaxşı bir də şey olur. Sonra isə saat 10-da zətdə belə gün çıxır. 9-da da çıxır. Ancaq bu vaxtı daha yaxşıdır. Artıq çıxıb hamısı. İzləyənlər bilər, həmişə ki, balıq yoluna gedəcəyik. Prosta meşə tərəfinə gedəcəyik də. Deməli, həmişə maraqlıydı o balıq yolu haradır. Elə buraya da balıq yolu. Dediyim adam Cəfərdir, mənə kömək eləyən. Çox sağ olsun, onunla qəşəng videolar çəkirik. Yarpaqlar tökülüb gördünüz şimdi beləcənə. Çünki nədir? Payız ayıdır, ona görə də yarpaqlar tökülüb. Və belə məşhur yerimiz də bura. Şorçörək zadı yerdir orada, yadda qalma videosunda. Maşınımızı da saxlamışıq orada. Yolumuzun üstü bu yandandır. Meşə oradadır. Orada çıxsıdır. Çox sadmadan gedək. Çıxdıq yola. Gəlmiş kimi gedirik. Diqqətli ola. Zəhər. Nədir orada? Ay, saxla. Dostlar, zibil atıblar yola. Belə şey olmaz. Dostlar, bu kim atıb bura? Yolun üstüne belə şey atarlar. Tez atmalıyıq, o yüzden maşın gəlir. Yıldırım kimi gəlir ki. Bura belə dalar, şüşət dalar bura. Yollarımızı kirləməyək. Daha da təmizləyək. Gördüyünüz kimi. Alsa, eyvallah tamam. Qardaşım, ona gəlib çıxartdın bizi sən. Hadi lan, meşətdən ha. Salyan meşələri. Bəli. Salyan dağ olması da yaxşı meşələr olur. Qoyunlar, oy. Mənzərə. Bu nədir belə? Burada saxla o sıcaq. Gəldik çatdıq ağaclara. Bəh. Mən elə bildim bir iki dənə ağac olacaq. Ay, nə ağacı bir iki dənə, meşə deyə bura. Dostlar, bir örtüşanlara baxmam bir də. Sezon vaxtı gəlsəydik, daha çox olardı. Bəli. Dostlar, bizim meşəmiz buradır. Salyanın Qarabağlı kəndinin meşəsi. İndi isə dağılırıq meşəyə. Bir yandan keçək. Meşənin girişi budur. Meşədən çox cəmaatın həyətinə oxşuyur. Elə bir cəmaatın həyətinə gizlincə gedirik. Bu nədir belə? Meşədir. Sərhəddir də o. Cavablı ilə Qarabağlı sərhəd. Allah. Mükəmməl skop.
Düzdür, mən gəlmişəm. Zəfər şəhərdən gəldiyi üçün Zəfər gəlir. İndi isə Vay. göbələk tapmağa çalışırıq. Qulaq as ya. Meşədə çaqqal olur deyirlər. Yox, yalan söhbət. Heç olmur. Ancaq yenə də siz yoxlamayın biz yoxladığımızı. Gəlin. Sağ ol. Zəfər, o belə qaldırırsan altını. Ağacın altından. Bəli. O bir də belə çubuq Bir də götürür. çubuq götürürüz. Böyle. Sonra belə çubuq götürürsünüz. Sveji çubuq. İndi isə axtar. Dostlar, bu zəhərli göbələkdir. Bu ağac göbələyi həmişə zəhərli olur. Gördüyünüz kimi. Bunu qırmaq lazımdır. Və Ağaca burada... da ziyanlı o. Bəli. Və burada... Görün nə var burada? Nə dişidir bu? Nə dişidir, nə dişidir bu? Bu nə dişi? Dişidir bu. Təzə olub özü dostlar. Dişləri zaten buradadır, yerindədir. Hansı rəhmətliyin dişidir bu? Biz nə qarıq, murtdaşırıq elə burada. İndi isə axtarırıq. Burada yeni inək qoxu var. Deyib nədir? Nədir? Ola, göbələk. Tapmışıq Sveji deyirsən. göbələk. Baxın dostlar. İlk bəhrə. Bəli. Bu yeməlidir də. Belə yan deyə baxın. Baxın dadına baxın. Hayır, bunun dadına baxırlar. Birin ye görək nə olacaq. Zarafat edirəm. Təbii ki tanıyırıq göbələkləri. Bunun altındakılar nədir? Qurtlar. Qurtdur da, bu qurtdur. Bəzi insanlar kimi qurtlu göbələkdir. Bəli. Məncə bu yeməli göbələkdir. Ay Zeyntunar. Yox, bu qurtdur. Görmüşsən üstündə qurtları. Yoxsa balaca bir şeydir. Ya lazımdır. Bizə Normal. qıyınçələr lazımdır. Bax. Görək axı. Nədə Çoxdan otaqmız? qalma göbələkdir dostlar. Xarab olub ya. Bəli. Dostlar, yox, göbələk var. Göbələk var amma biraz çətin tapılacaq. Amma Əsasən bura biraz şey gəlməliydik. Tezdən? Dostlar, bu göbələk zəhərli göbələkdir. Çünki ağac göbələyidir. Bunu yeməyin. Gördüyünüz kimi az qala çubuğumu qırsın. o elə yapışır. Belə çiğ eləmək lazımdır. Yapışqandır da, o yapışqan kimi yapışır. Orada bir dənəsini tapmışam sənə. Yaxınlaş. Nədir? Göbələk deyil. Nədir bəs? Göbələk topludur. Allah bu nədir bəs? O ağac göbələkdir. Ağac göbələk yeməli. Yox, zəhərlidir. Pis vəziyyətdə qalsıq. Əllə vurma olmaz mı? Yox, əl vurmaq olur. Ancaq yumalısan əli. Onda toysan. Bu odunlar gedəndə aparıb ocaq qalır. Hə, Yaxşı odunlar var burada. bəli. Ağacları kəsmir, amma yerdə bax görsən nə qədər odunlar var. Onlardan istifadə etmək olar. 100%. Qardaş. Qardaş. Bu nə olsun? Şu buraya dönür. Bu çətin oldu. Beyadan Tapa axtarıq. bilmirsək də bir də külə baxalım. Kürü qurudublar, hanı kür? Ha, oradadır, o tərəfdə. Zəfər, Hə. bizdən nə aracı? Nə var acı? Düş aşağı. Bura tanıyıram. Kesəcək özü. Kürü üz-üzə keçək. Yox. Ne buradan kesəcək? Mən deyirəm ki, ora nətər keçəcək? O yüzden de keçəbiliriz əslində. Şu qahçıya deyəcəksin bizi aparsın. Vallahi bu Zeyntunları tərifləmişdilər ki, yaxşı göbələk tapa bilir. Yaxşı axtaranda nə bilim 2 kilo, 3 kilo göbələk çıxardır meşədən. Mən hələ ki rastlaşmadım bu hadisə ilə. Daha təcrübəli bir insan lazım idi məncə bura. Hələ ki özünü doğrultmayıb.
Məzələnmə. Yalandan çağırırsan, orada heç nə yoxdur. O nədir Burada ocaq zad qalırlar, yəni. Bunlar da basılır ya. Hayatta qalıblar ya burada. Suyuların azalına bak. Köhnə olunmuş bir şeydir bu dostlar. Su var içində. Su varsa o köhnə nətər ola bilər. Bu nə məqsədlə nasıblara bura? Bu yavadan gəzilib bir dənə də olsun. Göbələk tapmamış öyle. Bilmirəm. Orada. Göbələk tapmadı. Heç olmasa. Hemen bu kanala abone olun. Çünkü abone olmasız video atmayacağım bir de. Fasilədir bu. Ha? Qidalanırıq. Bu değil mi? Artık otur gedək. Dostlar gəldik təzə bir yerə. Orada quru idi deyə tapa bilmədik biz heç nə. Ona görə bir 20 il dəyişdik ki, bəlkə bu tərəflərdə ola. Biraz bura nəmlidir sanki. Ora baxanda. Həm də ağaclar daha sıxdır. Sıxdı olanda günəş şüasını keçirtmir içinə avtomatik daha nəmli qalır. Otlar da olmağı yaxşıdır. Dostlar burada bir de böyle göbələk taxdım. Axır ki, baxın. Ay şükür Allah'a tapdım səni göbələk. Sıvı. Sveji. Ondan ötürü gəlmişik bu yolu. 5 litr benzin işləmişəm mən. Xarabdır. Ha. Həqiqi. Vallahi. Sıvı doğruymuş. Sən cəzanı hak etdin ki. Nə cəzası Cəfər? Tapmadın da göbələk. Nə cəzası bəs? Cəmaət bu qədər izləyib göbələk yoxdur ortada. Ona görə cəzalanmalısan. Nətər yəni? Nə cəzası? Nə bilim, bir dənə cəza seçəcək. Eləyəcəksən. Hayda. Başqa yol yoxdur. Hey. Amma ki bu göbələyi görməsəydik. Bu yeməlidir. Nə bilim. Sən Yox. bilərsən. Onda cəza var yenə. Şərt ödəyir şeylə yeməsi olsun. Axı göbələk var mənə. Öz dediyi özün inandın. Hə? Tapdın. Tapamadım. Məcburam cəza yeməliyəm. Dostlar göbələk var amma dediyim kimi. Var? Zəhərli göbələklərdir. Bir də ağac göbələk. Yiyənməlik. Bəlkə 11-ini yiyəsən cəza əvəzinə. Ölmək istəmirəm. Orada qarar verərik də nə cəzası? Bir dənə evə çataq. Biləcək evdə nə var. Getdik. Keçək cəzaya. Gəldik cəzamızı çəkməyə. Bəli. Məncə ədalətli cəzadır. İndi baxdım ki, bir iki dənə də olsa göbələk tapmısan, zəhərli də olsa. Yenə də dostlar sizi videosuz qoymadıq. Yenə də çəkdik. Keçək Cəzamız var. cəzaya. Cəzamız svej olacaq. Bilmirəm nətər yeyəcəm bu sıvı şeyi. Yenə də yemək məcburiyyətindəyəm. Yekəsin birini götür. Sən bir də indi. O deyir öz yaxınındakini birini götür oradan. Bunu götürün. Yox, yekəsi o deyir. Bu Ha, onun arxasında. yekədir hə bu. Hmm. Qabığını soy. Yedik. 1000 like gəlsə qabıqlı. Bəli. 1000 like gəlsə 5 də qabıqlı yeyəcəm. Görək də. Yeməsəm pişik də ölür. 1000 like gəlsə 5 dənə qabıqlı yeyəcəm. Getdik. Yeməsəm kanalı siləcəm. Hamısını. İndi bir çoxu gedib həvəslənəcək. Soğan o deyir. Ye hamısını. Hamısını seynə. Axıra qədər hamısını ye onu. Ağzından gələcək hə. Ye.
Şöyle bir patka sakız sineyim bunun üstünden. Sen de bana demiştin de ne? Ben sana aparmıştım. Süvey. 1, 2, 3. Kanala abone olup videoları kaçırmayın. Sağ olun. Sağ olun.